Gəlin Counter-Strike'ın xüsusiyyətlərinə sahib. Birincisi, oyun daha, yəni digər FPS-lərə baxanda daha yavaş tempdə olması. İkincisi isə digər FPS-lərə baxanda Counter-Strike'da daha tez ölmək. Üçüncüsü, öldükdən sonra yenidən doğa bilməmək. Ekonomiyə diqqət etmək gərəkdir, yəni istədiyin silahı istifadə edə bilməmək. Və son olaraq minigun, raket atar, bomba atar kimi daha əyləncəli silahların oyunda olmaması. Counter-Strike'a belə baxanda oyun daha niş bir kütləyə hitap edilmiş kimi görsənir. Taktikdə FPS-i başlayan bir kütləyə. Amma baxırsan ki, FPS deyəndə bir çox insan ağlına Counter-Strike gəlir və ən çox tanınan FPS-lərdən biridir. Bəs bu necə olmuşdur? Oyun Half-Life'da bir mod olaraq çıxmışdır. İlk olaraq 1.0 sürümü, amma sonradan oyuncular tərəfindən seviləndən sonra daha çox sürümü çıxmışdır və əsas bizim baxacağımız sürümlər və ən önəmli sürümlər Counter-Strike tarixi üçün 1.5 və 1.6'dır. Ki 1.5 və 1.6 sürümlərinin çıxdığı dövrlər internet kafelerin populyarlaşmaya başladığı dövrlər təsadüf edir. Ki bu da Counter-Strike'ın populyarlaşmasının ən önəmli səbəblərindən biridir. Amma indi bunu soruşa bilərsiniz ki, bəs Call of Duty 1, Call of Duty 2 də internet kafe dövrünə təsadüf edirdi. Və internet kafe kütləsi də təxmin edə biləcəyiniz kimi sürətli əyləncə axtarırdı. Bəs niyə daha yavaş Counter-Strike'ı daha sürətli olan Call of Duty'nin üstünə seçdilər? Bunun səbəblərindən biri Call of Duty'nin Counter-Strike'a baxanda qat-qat daha ağır olması. Ki bu da bəzi kompüterlərdə işləyə bilməməsi. Bu səbəbdən də bəzi internet kafelərdə, bəzi daha ucuz internet kafelərdə Call of Duty'nin olmaması mənasına gəldi. İkincisi isə oda açmaq. Counter-Strike'da oda açmaq daha sadə olsa da Call of Duty'də bu iş daha qarmaşıq idi ki, ora girənlər 1-2 saatlıq oynayıb çıxmaq istəyirdi və pullarını həbə etmək istəmirlərdi. Ona görə Counter-Strike'ı Call of Duty'nin üstünə seçirdilər. Üçüncü səbəbi isə oyunun rəqabətçi ruhu və o dövrün havası. O dövrdə internet kafelərdə sinif VSS olar, məktəb VSS olar, məhəllə VSS olar. Türkiyə, Rusiya kimi ölkələr bu populyar idi. Ki uduzmaqda qarşı tərəfin sizi araya qoyması demək idi. Ki burada da ölümdən sonra yenidən doğanma və oyunun taktiksel havası dövrəyə girir. Yəni məsələn 5-5 oyun gedir, bir adam ölən kimi olur 5-4. Ki burada bir stres havası yaradırdı. Ki ölən oyuncuların həyatda olan oyunculara info verməsi və nə qarmaları gərəkdiyini sürətli və yüksək tonda deməsi stresi daha yüksək bir səviyyəyə çıxartırdı və bu stres vəziyyəti oyuna rəqabətçi bir hava qatırdı. Sonradan isə internetin yayılımı onsuz da populyar olan bu oyunu daha da populyar etmişdir. Bu işin bir də e-spor tərəfi var. Mən e-spor izləyən biri olmasam da izləyənlərin olduğunu bildim. E-sporda ki e-sporda Counter-Strike'ı modern dövrdə rəqiblərindən ayıran şey olacaqdı. 2004'də Counter-Strike Source 1.6'nın remake olaraq çıxsa da oyun gözlənilən ilgini görməmiş və oyuncular 1.6'ya geri qayıtmışdır. Amma sonradan oyuncular yavaş-yavaş CS Source'a keçməyə başlamışdır və CS Source gözəl bir oyuncu sayısına çatmışdır. İndi bir dəqiqə səbəbi anlattığım və boş əldə düşünə bilərsiniz, amma videonu tutmayayım. Çünki birazdan səbəblərdən birini də anlatacağım. 2011'də Counter-Strike Global Offensive yəni CSGO çıxanda Source'la eyni şey yaşanmışı və ilk başta oyuncular Counter-Strike 1.6 bir də Source'da qalmışı və CSGO'ya keçmişdir. Ancaq sonradan çıxan AMSI güncəlləməsi oyunun canlandırmışı. AMSI güncəlləməsi yəni oyuna skinlərin gəlməsi güncəlləməsi sadəcə normal oyunlarda ki kozmetik kimi bir şey değil. Bu skinləri dəyiş tokuş eləyə bilirdin ki
Bu da CS:GO'nun hem öz popülerliğini, sonradan ise e-spor popülerliğini artırmıştır ve bu da sebeplerden biridir. 2020'de çıxan Valorant həqiqətən CS-yə bir rəqib olacaqmış kimi görsənsə də, günümüzə baxdığımızda CS-nin, yəni Valorant'ın CS-yə o qədər də böyük bir təhdid olmadığını görəcəksiniz. Çünki Valorant'ın dəqiqəbaşı güncəlləmə ehtiyacı olmasına qarşılıq CS-nin 6 ay güncəlləməsi qalsa belə oynayacaq insanların çox olması. Ki Valve CS2'ni çıxardıqdan və onu güncəlləmələrlə seyrildikdən sonra oyuncuların şikayətlərini böyük ölçüdə gidərmiş və Valorant'ı rəqabətdən atmışdır. Günümüzdə CS Steam'də ən çox oynanan oyundur. Yəni çox zaman günlük ən çox oynanan oyundur. Həqiqi bir rəqabəti yoxdur və digər online oyunlara baxmayaraq CS-nin sıx güncəlləmə ehtiyacı yoxdur. Videonu izlədiyiniz üçün sağ olun və ümid edirəm ki ilk videoma baxanda danışığım inkişaf edib. Sağ olun.